Salam, hər vaxtınız xeyir olsun. Buradan səslənirəm xaricdə yaşayan müştərilərimizə. Buradan səslənirəm Azərbaycanda olan müştərilərimizə. Buradan səslənirəm hələ də bağ almayan müştərilərimizə. Bağ yox, bu evdir. Bunlar villadır. Bəli, Natiq müəllimə buradan səslənirəm. Gəl bura. Hara? Mərdəkana. Mərdəkan Qızılqum ərazisi. Bu şəhərcikdə mən evlər çəkmişəm. Bu şəhərcikdə 4 dənə ev yerləşir. Birinci evdir. 7 sot, 5 otaq, tam əşyalı. Ondan sonra ikinci ev, 7 sot, modern, 5 otaq, tam əşyalı. Üçüncü ev, 4,5 sot, 4 otaq, 540 min manat. Tam əşyalı. Ondan da baş tərəfdə 2 mərtəbəli bir evimiz çıxacaq bu yaxınlarda 10 sotun içərisində. Keçək, küçəni də göstərdin Elvin. Bir dənə buna bax. Bəlkə gəl bunu verimsə kameraya düşmür. Düşmür ki, problem deyil. May ayıdır, gözəl bir göydən ruzu yağır, yağış yağır. Allah Taala bizi için yağış yağdırır. Gözəl bir təqdimatımız olacaq. Sizləri yenə də deyirəm, Mərdəkandan salamlayıram. Mərdəkanda Qızılqum bağlarında, Qoşaqaladan 700 metrlik məsafədə, gözəl bir məhəllədə, tam əşyalı 850 min manata bu evi təqdim eləməyə başlayıram. Ümumi giriş hissədə 2 maşınlıq üstü bağlı qaraj, avtomatik olaraq pultla təchiz olunmuş darvaza. Sağ tərəfdə burada, qarajın qarşısında gözəl bir, kiçik bir landşaft. Əlbəttə ki, belə bir evin pəncərəsinin qarşısında, həyətin tam mərkəzində belə bir zeytun ağacı olmasaydı, məncə pis görsənərdi. Bu özü bir gözəllik verir. Sol tərəfdə gözəl bir palma ağacı. Palma ağacı hissəyə hovuzun daşması 4 qat qalın şüşəylə düzəlmiş daşma hovuz özü bu həyətin tam mərkəzinə gözəllik verir. 4 metrənin 12 metrəyə olan filtrli hovuz, aşma hovuz sizlərə evin daxilində, evin həyətində təqdim olunur. Evimiz 5 daş hündürlüyündə yuxarıda inşa olunub, gözəl pişmiş ağ kərpiclərindən hörülmüş bir manqal. Bu hissədə yayğış mətbəxi, yayğış mətbəxinin içərisinin dizaynından o qədər çox xoşum gəldi. Daxilində Naxçıvan daşlarından istifadə olunub fasad hissəsində. Daxilində sanitar qovşağı yerləşib, mətbəx mebeli yığılıb, su hövzəsi, qaz sobası, qaz çəkilib qoşulub, oturmaq üçün də ki, bir dənə bura nə lazımdır? Yemək, içmək, qonaq. Bu hissədə üstü açıq, mətbəx otağının qarşısında veranda var. Oturmaq üçün də maşallah hər şey alınıb qoyulub. Evin özünün fasadı, evin özünün təmiri çox xoşuma gəldi. Bir daha söyləyirəm, rəng seçilləri zövq məsələsidir. Mənə elə gəlir ki, bu həyətdə zövqlü işlər görülür. İndi isə keçirik biz evin daxilinə. Evin daxilində sizlərə təqdim edeyim. Bir daha söyləyirəm, 5 otaqdır. 850 min manata sizlərə təqdim olunur. Qazı, suyu, işığı, interneti, telefon xətti, hər bir şeyi daimidir. Əzizlərim, torpağın da, evin də kupçası var. Evin ümumi giriş hissəsidir, hündürlük 4 metrə. Ondan aşağı olar ki, yuxarı olmaz. Girişdə bəzənmə stoldur, sağ-sol hissələrdə 2 dənə dolab qoyulub. Keçirik. Sağ hissədə həyətin ümumi giriş hissəsinə baxan, qaraj hissəyə baxan qonaq otağıdır. Geniş, böyük bir qonaq otağıdır, 60 kvadrat. 50-60 kvadrat olar. Evin ümumi yaşayış sahəsi 250 kvadratdır, 5 otaqlıdır. Qonaq otağından sonra bu hissədə ümumi sanitar qovşağı yerləşir. Ümumi sanitar qovşağından sonra yataq otağı, yataq otağının daxilində sanitar qovşağı var. Bura isə evin daxilində yerləşən ümumi zənki bir dənə olur da, onsa ümumi zənki bir dənə olur, çamaşırxanadır. Bütün mebellər yığılıb. Bura ikinci yataq otağıdır. Yataq otağının daxilində sanitar qovşağı,
və geniş, böyük bir qardırob otağı yerləşir. Qardırob otağına mebellər də yığılıb. Evin içərisində bütöv olaraq hər yerdə boyadan istifadə olunub. Divarlarda belə boyadan istifadə olunub. Demək olar ki, yataq otaqlarında hələ mənə heç bir yerdə, nə yataq otaqlarında və yaxud da başqa yerlərdə divar kağızları rast gəlməmişəm. Qəşəng geniş böyük bir dəhlizi var. 250 kvadrat. Bu hissədə mətbəx otağıdır. Mətbəx otağını sizlərə təqdim edəcəm. 3-cü yataq otağıdır. Mətbəx otağına 2 yataq otağı yaxındır. Qonaq otağına isə 2 yataq otağı yaxındır. Bu isə 4-cü yataq otağı. Bu yataq otağının da daxilində qardırob və sanitar qovşağı yerləşir. Evin daxilində 2 yataq otağının özünün sanitar qovşağı, bir ümumi sanitar qovşağı, bir dənə də sanitar qovşağı həyətdə yerləşir. Əziz izləyicilərimiz, 5 otaq, 5 sanitar qovşağı, 250 kvadrat, 7 sot, 850 min manatdır. Sonda isə sizə gözəl bir görüntüsü olan, tam mərkəzində adası yığılan bir mətbəx otağı təqdim edəcəm. Mətbəx otağında mətbəx mebelləri yığılıb, sobalar qoyulub və görüntüsü möhtəşəmdir. Çox sağ olun əzizlərim. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Pəncərələr hamısı ciflidir, hamısı. Şəbəkə və cifli qalın alüminium pəncərələrdir. Çox keyfiyyətli evdir. İnşallah arzusunda olanlara qismət olsun. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün.